İkinci növbədə yumurtamız və pesokumuzu əlavə edirik. Ondan sonra üzərinə qatıq əlavə edirik. Və duru yağ. Yumurta ilə pesoku qarışdırdıq. Pesoku qarışdırandan sonra qatıqla sodanı əlavə elədik. Onu da qəşəng qarışdırandan sonra duru yağ. Duru yağdan sonra belə qarışdırdıq və bu cürlə miks edirik. Bu qarışımdan sonra buna miksəyə vurmaq olmaz. Unu əlavə edirik. Vanil. Bir də qabartma. Kişmiş əlavə edirik. İstəyən qoz da vura bilər, gilə meyvə də vura bilər. Kimin xətri nə istəyir onu vura bilər. İstəsə heç vurmaz. Fərqi yox. Onu seçelim. Belə bir gözəl kekslər əldə elədik. Bu cürlə qəşəng. Evdə uşaqlar üçün maraqlı bir keks hazırlaya bilərik.